Öd kisəsi əməliyyatımız var, amma xəstənin yüksək şəkəri var. Və bu cür xəstələr və pasientlər çoxdur, hansılar ki, yüksək şəkərə görə həkimə müraciət etməkdən qorxurlar. Öd kisəsində ciddi problemləri var, öd kisəsi doludur daşla, ürək bulanmaları dayanmır, hətta çox vaxtı qusmaları olur. Amma ona da bağlı olan qarında həm ağrı olur, ağızda acılıq olur, quruluq olur. Həkimə gəlib müraciət etməkdən qorxurlar. Bunu bildirmək istəyirəm ki, yüksək şəkər hansısa bir əməliyyata bir əks göstəriş deyil. Əksinə pasientlər müraciət edə bilər çox rahat şəkildə. Biz həm şəkərin müalicə edərik, həm öd kisəsi probleminin həll olunar və ondan sonra da normal şəkildə xəstələr öz həyatlarına qayıdır. Əməliyyatlarımız çox xırda kəsiklərdən icra olunur. İstər qapalı şəkildə olsun, istər açıq şəkildə olsun və yaranın sağalmağına şəkərin yüksək olması problem yaratmır. Bu nə üçündür? Əməliyyatdan öncə şəkər normaya salınır, əməliyyat zamanı kontrolda saxlanılır və əməliyyatdan sonra da müalicə təyin olunur ki, şəkər qalxmasın. Və bunu da xüsusi vurğulamaq istəyirəm ki, öd kisəsində problem olan xəstələrin heç vaxt şəkəri düşmür. Nə üçün? Çünki qarında şiddətli ağrı, köp, ürək bulanma, bunların hamısı mədə-bağırsaq sisteminə ciddi şəkildə problem yaradır. Və bu problemlərdən siz də azad olmaq istəyirsinizsə, mütləq şəkildə həkimə müraciət edin və həm öd kisəsindən, həm şəkərdən azad olun.